Bu tip videoları kaçırmamak için kanalımıza abone olun. 11 aprel 2026 tarifinə Azərbaycan üzrə hava proqnozu salam və xoş gördük. Bugün sizə 11 aprel 2026-cı il tarifinə, yəni sabah üçün Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında ətraflı və dolğun məlumat təqdim edəcək. Ümumilikdə ölkə ərazisində sabah hava şəraitinin dəyişkən buludlu keçəcəyi gözlənilir. Bəzi bölgələrdə gün ərzində buludluluq artsa da, əksər yerlərdə yağıntısız hava üstünlük təşkil edəcək. Lakin axşam saatlarına doğru bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış ehtimalı var. Paytaxt Bakı və Abşeron yarımadasında hava əsasən sabit olacaq. Səhər saatlarında hava bir qədər sərin hiss olunsa da, günorta saatlarında temperaturun yüksəlməsi ilə daha mülayim və komfortlu hava şəraiti müşahidə olunacaq. Külək əsasən şimal-qərb istiqamətindən əsəcək, ara bir güclənə bilər. Temperatur gecə saatlarında təxminən 8-11 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti arasında dəyişəcək. Bölgələrə nəzər salsaq, Aran rayonlarında hava əsasən quru və mülayim keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə oluna bilər, lakin gün ərzində hava açılacaq. Temperatur gecə 7-12 dərəcə, gündüz isə 18-23 dərəcə isti olacaq. Dağlıq və dağətəyi rayonlarda isə hava bir qədər dəyişkən xarakter daşıyacaq. Günün ikinci yarısında bəzi ərazilərdə qısa müddətli yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə şimşək çaxması da mümkündür. Dağlıq ərazilərdə gecə temperatur 3-8 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti civarında olacaq. Naxçıvan Muxtar Respublikasında da hava əsasən sabit keçəcək. Gün ərzində açıq və günəşli hava üstünlüyü təşkil edəcək. Temperatur gecə 6-10 dərəcə, gündüz isə 20-25 dərəcə isti arasında dəyişəcək ki, bu da bölgə üçün kifayət qədər əlverişli hava şəraiti deməkdir. Ümumilikdə sabah üçün ölkə ərazisində hava şəraiti əsasən əlverişli qiymətləndirilir. Açıq havada fəaliyyət planlaşdıranlar üçün münasib şərait gözlənilir. Lakin dağlıq bölgələrə səfər etməyi planlaşdıranlar günün ikinci yarısında dəyişkən hava şəraitini nəzərə almalıdırlar. Sonda qeyd edək ki, hava şəraitinə uyğun geyim seçmək və xüsusilə səhər və axşam saatlarında temperatur fərqlərini nəzərə almaq tövsiyə olunur. Beləliklə 11 aprel 2026-cı il üçün Azərbaycan üzrə hava proqnozu bu şəkildədir. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Daha çox hava məlumatları və gündəlik yeniliklər üçün kanalı izləməyi unutmayın.